Allahın salaması yaxşı insanlara. Mənə yaradan Allah bilir ki, yer üzündə mən kimsə birisi insandır. Başqa idarəsinə vaxt gedirəm. Mən ancaq iki ağılı ev quşundan başqa, qışlı Hacqabı keçidən başqa iş yeri vermirlər. Azərbaycanda Hacqabı qışlı keçidən başqa iş yeri yoxdur. Başqa idarəsinə vakasiya verirlər. Başqa idarəsinə gələn vətəndaşlar niyə dərs soruşmurlar, niyə narazı yola salırlar? Şəhrinin nə vaxta qədər belə yiyəsiz olacaq? Azərbaycan Respublikası bir də nə vaxta qədər yiyəsiz olacaq? Nə vaxta qədər belə yiyəsiz olmayacaq? Yoxsa məsələn peşə kursundan başqa bir iş yoxdur, peşə kursundan iş yeri yoxdur ki, vətəndaşa bir dərs sorsunlar. Bu qədər də yiyəsizlik olmaz da.